Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Sertifikasiyaya hazırlaşan müəllimlər, sizlər üçün bugün sertifikasiya tipli 10 sualın izahını təqdim edəcəm. Bu suallarımız sertifikasiyada qarşınıza çıxa biləcək sual tiplərinə uyğun şəkildə hazırlanmışdır. Gəlin vaxt itirmədən keçid edək testlərimizin izahına. Bir nömrəli test həmişə imtahanlarda ən çox düşən inteqrasiya ilə bağlıdır. Bir nömrəli testimizdə deyilir ki, yəni birinci testimizdir bizim, müəllim şagirdlərə ölçmənin etibarlılığını artırmaq üçün qeyd etdi. Santimetr şkalası ilə aparılan ölçmələr metr şkalası ilə aparılan ölçmələrdən daha etibarlıdır. Millimetr şkalası ilə aparılan ölçmələr isə santimetr şkalası ilə aparılan ölçmələrdən etibarlıdır. Baxın, burada bilirsiniz ki, sertifikasiya imtahanına düşən sualların səviyyəsi miqdən nisbətən asan səviyyəli olur. Amma növbəti illərdən bilirsiniz ki, o qədər də asan olmayacağı haqqında məlumat da verilmişdi. Getdikcə sertifikasiya sualları da biraz çətinliyə doğru gedir. Bu sualımızda söhbət nədən gedir? Təbii ki, bir fənnin daxilində görürsünüz, heç bir fənlə əlaqələndirmə aparılmayıbdır. Yəni, fənlər arası inteqrasiya burada yoxdur. Heç bir fənlə əlaqə aparılmayıbdır. İki variantını silə bilərik. Həyatla əlaqələndirmədən söhbət getmir. Müəllim bu santimetri, millimetri həyatla nümunə çəkərək şagirdlərə əyani şəkildə təqdim etmir. Deməli, burada fənüstü inteqrasiyada yoxdur. Cavabımız sadəcə və sadəcə fən daxili inteqrasiyadır. Fən daxili. Yəni, bir fənnin daxilində müəllim bu məsələlər haqqında santimetrdən, millimetrdən danışaraq şagirdlərə məlumat verir. Baxaq ikinci sualımıza. Burada 10, 11, 12 formasında gedir. Yəni, bu bizim ikinci sualımızdır. Burada deyilir ki, verilmiş hökmə uyğun düzgün mühakiməni müəyyən edin. Burada məntiqi təfəkkürün, ümumiyyətlə düşünmə növləri haqqında danışılır. İnduksiya və ya deduksiya haqqında biz cavabımızı seçəcəyik. Təbii ki, videonu dayandıraraq özünüz də sualın cavabını seçin. Daha sonra bizim cavabımızla uyğunlaşdırın. Və sonda 10 dənə sualdan neçəsini doğru yazdığınızı da rəy bölməsinə qeyd edin, görək neçə yazmışsınız. Deyir, verilmiş hökmə uyğun düzgün mühakimə. Birinci hökm. Birinci hökmdə deyilir ki, insanın ətraf aləmə və ya hansısa əşyaya qarşı hissləri, emosiya adlanır. Bizə nəyi təqdim edir burada? Emosiyanın nə olduğunu bizə anladır. Deyir, insanın ətraf aləmə və hansısa əşyaya qarşı hissləri, emosiya adlanır. Bu ümumi bir fikirdir. Düzdür müəllimlər? Ümumi bir fikirdir. Yəni, hər kəs üçün bir ümumi fikirdir, bir qayda deyə bilərik biz buna. İkinci hökmdə deyilir ki, baxın ikinci hökmümüzə, anası Siraca hədiyyə alanda Sirac sevinirdi. İndi Siracın yanaşması burada nədir? Onun öz hisslərini bir uza verməsi, sevinç hissləri. Deməli, anası Siraca hədiyyə alanda Sirac sevinirdi. Ümumi bir fikirdən, ümumi bir qaydadan biz gəldik nəyə doğru? Xüsusi bir nümunəyə doğru, xüsusi bir məsələdən danışdıq ki, Sirac. Sirac burada bizim üçün bir nümunədir. Baxın, Siracın yerinə biz bura Kamal da qoya bilərik, Nərgiz də qoya bilərik, Sevinç də qoya bilərik, Kamil də qoya bilərik və s. Yəni, istənilən qədər nümunə artıra bilərik biz bura. Hər bir formada ümumidən xüsusiyə doğru getmək adlanır deduktiv mühakimə. Yəni, deduksiya doğru cavabımız Y bəndi olacaq. Nəticədə deyilir ki, deməli Sirac hədiyyə görəndə müsbət emosiya nümayiş etdirirdi. Qaydadan nümunəyə gəldik, Siracı nümunə çəkdik. Bu halda cavabımız oldu deduktiv mühakimə. Deduktiv seçənlər doğru seçibdir cavabımıza. Digər sualımıza baxaq. Üçüncü sualımızda deyilir ki, tapşırıqlardan hansı vizual öyrənmə tərzinə malik olan şagirdin maraq dairəsinə uyğun deyil? Baxın, vizual öyrənmə tərzi bilirsiniz ki, bir insanın göz yaddaşının güclü olması və görərək öyrənməsidir. Öyrənmə tərzləri var, vaku adlanır. Vizual, audial, kinestetik, oxuyub yazaraq. Bu öyrənmə tərzlərindən vizual, yəni görərək öyrənmə. Görərək öyrənmədən danışırıq biz. A bəndində deyir ki, oxuduğum mətndə əsas yerləri rənglərlə işarələ. Rənglərlə işarələmək sizcə
Vizual olarmı? Bizə uyğun olmayanı deyir, vizuala uyğun olmayanı. Oxuduğum mətndə əsas yerləri rənglərlə işarələ. Rənglərlə işləmək vizual öyrənmə olacaq. Buna görə də A bəndi bizim cavabımız ola bilməz. B-də deyir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan əraziləri xəritədə göstər. Xəritədə göstərmək də vizual öyrənmə ola bilərmi? Təbii ki, olar. Ona görə B variantını da silirik. C variantında deyilir ki, suyun insan həyatı üçün əhəmiyyəti mövzusunu müzakirə edin. Bir şeyi müzakirəyə çıxarmaq, fikir bildirmək sizcə vizual ola bilərmi? Təbii ki, xeyr. Vizual yox, əslində burada audial olmalıdır. Audial. Yəni eşidərək, sözlərlə, səsli şəkildə öyrənənlər audial öyrənmə tərzinə sahibdir. Bu halda cavabımız olur burada C bəndi doğru cavab. Bəli, çünki bu audialdır. Digərlərinə baxaq. D bəndində deyir ki, mətnə göstərilmiş hadisələrin xronoloji ardıcıllığına diaqram şəklində göstərin. Diaqram şəklində göstərmək də vizual olacaqmı? Təbii ki, olacaq. Yağış yağanda torpaq canlanır ifadəsini rəsmlə təsvir edin. Rəsmlə təsvir etmək də təbii ki, vizual olacaq. Cavab C bəndi olmuş oldu. Baxaq növbəti sualımıza. Digər sualımıza keçməzdən əvvəl müəllimlər sizə yeni test bankımızı göstərmək istəyirəm. Baxın, bu bizim yeni situasiya tipli test bankımızdır. İçərisində 50 sınaqdan ibarət 1000 dənə situasiya testi var. Hansı ki, baxın görürsünüzmü? Nə qədər burada situasiya testləri var? Sırf kitab situasiyalar üzərində qurulub. Yəni burada mövzu sualı, konkret kitab cümləsi yoxdur. Yalnız situasiyalardır ki, kitabımızı əldə edə bilərsiniz. Bakıda, Sumqayıtda, Xırdalanda hal-hazırda satışda var. Naxçıvanda da satışda var kitabımız. Digər bölgələrə isə hal-hazırda post vasitəsilə göndərilə bilir kitabımız. Bölgələrə postla göndərə bilirik. Bu kitabı əldə edərək siz MİQ imtahanına qədər 1000 dənə situasiya testini işləyərək 50 dənə sınaq işləyərək öz potensialınızı biraz da yüksəldə bilərsiniz. Bəli, kitabımızın qiyməti 15 manatdır. Buyurub sifariş edə bilərsiniz. Bakıdan dediyim kimi bizim filiallara yaxınlaşaraq Edukompani təhsil şirkətinin Elmlər, Nərimanov, 28, Sumqayıt, Xırdalan və digər filiallarına yaxınlaşaraq kitabı əldə edə bilərsiniz. Kitab mağazalarında da kitabımız hal-hazırda bir çoxunda mövcuddur. Belə dəyərli müəllimlər, baxın, bu kitabı əldə etmək sizin üçün çox önəmlidir. Çünki bir çox müəllim həmişə bizdən situasiya sualları istəyir ki, müəllim, situasiyalara aid kitab varmı? Bəli, artıq var. Ölkədə 2 dəfədir ki, yalnız situasiyalardan ibarət bir test bankı mövcuddur. Ona görə də gecikmədən kitabı əldə etməyə çalışın. Həm MİQ, həm də sertifikasiya üçün keçərlidir təbii ki. Belə. Baxaq digər sualımıza. Deməli, bizcə dəqiqə görüm. Görüntümüz yaxşıdırmı? Yaxşıdır. Hə. Burada deyilir ki, müəllim şagirdlərə cəmiyyətdə baş verən ekoloji problemlərin həllinə dair layihə hazırlamağı tapşırır. Layihə hazırlamaq. Müəllimin tapşırığından sonra şagirdlər hərəsi öz fəaliyyətini müəyyən edib, bildiklərini yoldaşları ilə bölüşürlər. Baxın, şagirdlər öz fəaliyyətini müəyyən edib, bildiklərini yoldaşları ilə bölüşdülər. Şagirdlərin hansı iş forması və hansı psixomotor sahə mərhələsində olduğunu müəyyən edirik. Psixomotor sahə mərhələsinə gəldikdə biz görürük ki, burada layihə hazırlanır. Video çarx hazırlamaq, maket düzəltmək, layihə hazırlamaq, bir neçə işi eyni anda görmək, deməli, psixomotor sahədə artikulyasiya adlanır. Bu bizim artikulyasiya mərhələmizdir və şagirdləri layihə üzərində çalışırlarsa, bilirsiniz ki, layihə işi daha çox qruplarla həyata keçirilir və burada da qruplar bir-biri ilə işlərini paylaşırlar, bölüşürlər. Buna görə doğru cavabımız burada qruplarla iş və artikulyasiya olacaq. Yəni Y bəndi. Bəli, cavabımız Y bəndi olacaq. Qrupla iş və psixomotor sahədə artikulyasiya mərhələsi. Layihə hazırlandığına görə dediyim kimi bir neçə işin eyni anda icra olunması artikulyasiyadır. Psixomotor sahədə
layihə hazırlanması daha çox qruplarla həyata keçirilir. Şagirdlərin də bir-birinə işini bölüşməsi onlar qrup daxilində fəaliyyət göstərdiyinin nümunəsidir. Cavab Y bəndi olacaq bu sualımızda. Növbəti sualımıza baxaq. Müəllim şagirdlərə rəngli kağız, lent, yapışqan verib onlara gül hazırlamalarını tapşırdı. Bu sualımızın cavabını özünüz yazın birinci, sonra izahımızı izləyərsiniz. Tapşırıq bilik, təfəkkür və idrak taksonomiyasının hansı növünə aiddir? Buyurun, variantlarınızı qeyd edin müəllimlər. Mən sizin üçün izah edəcəm. Bu sualımızın cavabını 90% müəllim yanlış yazır. 90%. Çünki kiçik bir məsələdə yanlışınız var, ona görə yanlış yazırsınız. Təbii ki, doğru cavabı seçə bilmirsiniz. Bunu da qeyd edeyim ki, mən 10 nömrəli sualdan başladığıma görə 11-dən başlamalıydım əslində, üzrlü sayın. 10-dan başladığıma görə 19-a qədər artıq bizim 10 dənə sualımız tamamlanacaq. 19-da çatanda bilin ki, 10 dənə sualımız tamamlandı. Sertifikasiyada da 10 dənə sual çıxır bizim qarşımıza. Buyurun, variantınızı seçin müəllimlər. İndi sizin üçün izah edəcəm bunu. Bəli, bir çox müəllimin etdiyi səhv nədir? Yanlışınız bunu yaratmaq, yaradıcı təfəkkür götürməyinizdir. Burada şagird fərqli, xüsusi heç nə yaratmır. Baxanda insanın beyni təbii ki qarışır. Yaradıcı, bir dənə məntiqi. Düşünürsünüz ki, bu qədər yaradıcı varkən, yəni, bu qədər yaradıcı varkən, baxın, 1, 2, 3, 4. Niyə mən məntiqini seçim? Elə iş də orasıdır ki, MİQ imtahanlarında, sertifikasiya imtahanlarında bizi bu cür aldada bilirlər. Ki, əvvəllər düşünürdük ki, 1-2 dənə üstünə eyni cavab varsa, ola bilər. Yəni, beyin qarışdırmaq üçün bilin ki, bu yollardan da istifadə olunur. Siz heç bir formada variant atmaq, nə bilim, variant seçmək üçün istifadə etməyin. Bilin, düşünün, anlayın, yazın. Bəli, burada məntiq olmalıdır, yaradıcılıq olmayacaq. Niyə yaradıcılıq yoxdur desəz, baxın, dəyərli müəllimlər. Müəllim şagirdlərə rəngli kağızı, lent, yapışqan verir, hər bir şeyi onlara özü verdi və onlara gül hazırlamalarını tapşırdı. Şagirdlərin hamısı gül hazırlayacaq. Və nəzərə alsaq ki, bu şagirdlərin burada xüsusi bir fərqli nəsə etməsi önə çəkilmir. Müəllim desəydi ki, uşaqlar, sizə verdim bu alətləri, gedin özünüz üçün fərqli bir nəsə hazırlayın, gətirin, bizə təqdim edin. Fərqlilik olsaydı biz ona yaradıcılıq götürə bilərdik. Amma burada müəllim sadəcə gül hazırlamalarını tapşırır. Necə ki, belə bir test işləmişdik. Şagird baxır qız qalasına, onun maketini düzəldir. Qız qalasına baxıb maketini düzəltməsi elə tətbiq etməkdir. Burada da eyni ilə şagird ona verilənlərdən istifadə edərək gülü düzəldir, gül hazırlayır. Bu tətbiq etmək olur. Cavabımız tətbiq etmək, məntiqi təfəkkür və prosedural bilik olacaq. B bəndi. Niyə proseduraldır? Çünki bir işin icrası var. Şagirdlər bilik növü olaraq da burada metod, üsul bilməlidirlər ki, o işi icra edə bilsinlər. Məntiqi təfəkkürdür, çünki xüsusi bir yaradıcılıq yoxdur. Tətbiq etməkdir, çünki fərqli bir metoddan istifadə edilmir, yenilik burada yoxdur. Cavabımız B bəndi olacaq. Baxaq növbəti sualımıza. Bu bizim 6-cı sualımızdır. 6-cı sualdayıq. Bura qədər neçəsini yazmışsınız müəllimlər doğru şəkildə. İnşallah ki, ən az 5-in yazmış olarsınız. Burada deyilir ki, müəllim tənəffüsü zamanı müşahidə etdi ki, anar başını aşağı salıb, özünə qapanıb, heç kimə fikir vermir. Müəllim anara yaxınlaşıb, ondan bu davranışının səbəbini soruşdu. Baxın, davranışın səbəbini soruşdu. Bununla müəllim şagirddə emosional intellektin hansı səviyyəsini inkişaf etdirməyə çalışırdı. Bu sualımızın da cavabını müəllimlərimizin çoxu bir çox hallarda yanlış yazır. Buyurun, siz öz variantınızı seçin, sonra mən sizin üçün izah edim. Sizcə, bu davranışının səbəbini soruşursa müəllim, şagirddə emosional intellektin hansı mərhələsini inkişaf etdirməyə çalışır? Bir çox müəllim burada A variantı götürür. Yəqin ki, sizin də içərinizdə bunu A seçən oldu. Amma A deyil cavabımız müəllimlər. Çünki burada müəllim şagirdə özünü idarə etmək üçün heç bir sual vermir. Sadəcə deyir ki,
Ay Anar, bu davranışının səbəbi nədir? Anar da deyəcək ki, müəllim, misal üçün sinif yoldaşım Kamil mənə bu sözü dedi, mən də ondan incidim. Və ya Gülnaz mənim saçımı dartdı, ona görə mənim isimə gəldi. Və ya ay müəllim, siz mənə acı davrandınız, ona görə pis oldum. Yəni hisslərini, anladığı hisslərini deyəcək. Deməli, müəllim onda özünü dərk hissini formalaşdırmağa çalışır ki, Anar öz hisslərini tanısın. Yəni başını qoyub orada dayanmaqdansa sakitcənə, özünə qapanmaqdansa gəlsin, öz hisslərini biruzə versin ki, mən səndən incimişəm, çünki sən mənə bu sözü dedin. Mənə bu davranış etdin, mənim xoşuma gəlmədi. Müəllim onda özünü dərki formalaşdırmağa çalışır. Cavab D bəndi. Növbəti sualımıza baxaq. Bu bizim 7-ci sualımızdır. Sayca 7-ci sualımızdır. Bu nəzəriyyəmiz, bu sualımız Robert Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsi ilə bağlıdır. Baxın, bu tip suallarda bəzən müəllimlər deyir, sertifikasiyaya nəzəriyyə ilə bağlı sual düşmür. Baxın, görürsünüz, heç bir ad yoxdur burada. Nəzəriyyə adı verilməyibdir. Düzdürmü? Amma Gagne nəzəriyyəsindən bağlı bir sualdır. Robert Gagne öyrənmənin şərtləri nəzəriyyəsini bilən müəllim bu sualı doğru şəkildə cavablandırır. Deyir, müəllim dərsə başlamazdan öncə problemli situasiya yaradıb, şagirdlərdən problemdən çıxış yolu təklif etmələri üçün fikirlər söyləməsini istədi. Dərsə başlamazdan öncə hansı mərhələ olur dərs prosesində? Problemli situasiyanı müəllim nə zaman yaradır? Hansı addımda yaradır? Onu seçirik biz. Müəllimin bu tapşırığı öyrənmənin hansı addımını reallaşdırdığını göstərir. Şagirdlərin diqqətini dərsə cəlb etmək. B variantı, şagirdlərə təlim nəticələrini elan etmək. C variantı, əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. D variantı, dərsin mövzusunu təqdim etmək. Y variantı isə əks əlaqə qurmaq. Siz öz variantınızı seçin. Sizcə hansı variant burada doğru ola bilər? Buyurun müəllimlər. Yəqin ki, videonu saxlayıb özünüz üçün variantları seçdiniz. Gəlin, baxaq indi sualımızın cavabına. Dərsə başlamazdan öncə müəllim şagirdlərin diqqətini dərsə cəlb etmək, yəni motivasiya mərhələsini həyata keçirir. Cavabımız elə A bəndidir. Problemli situasiya yaradır və şagirdlər çıxış yolu təklif edirlər. Müəllim də onların təkliflərinin hamısını qəbul edir. Bu olur, şagirdlərin diqqətini dərsə cəlb etmək elə bizim birinci dərsdə birinci addımımız. Doğru cavab A bəndi. Təlim nəticələri dərsin məqsədini elan etməkdir. Əvvəlki təlim təkrar sual cavablardır. Mövzu təqdim olunması ilə bildiyimiz kimi mövzunu təqdim edib onun haqqında danışmaqdır. Əks əlaqə qurmaq isə rəy vermədir. Cavab 7-ci sualımızda A bəndi olacaq. Baxaq 8-ci sualımıza. Verilənlərdən hansından şagirdləri dərsə cəlb etmək üçün istifadə oluna bilməz? Cəlb etmək yenə də motivasiyaya aid olmayan cavabı seçirik. Gəlin variantlarımızı oxuyaq bir yerdə. A bəndi problemli situasiya yaratmaq. B bəndi şagirdlərə maraqlı suallar vermək. C bəndi hər hansı audiodan istifadə etmək. D bəndi şagirdlərin nə əldə etmək istədikləri ilə maraqlanmaq. Y bəndi hər hansı maraqlı hadisə və ya faktı danışmaq. Buyurun öz variantınızı seçin. Aha, baxın müəllimlər, problemli situasiya yaratmaq cəlb olunmada istifadə olunur. Düşündürücü sual qoyuruq. Maraqlı suallar vermək də var ki, maraqlı, cəlb edici suallar qoymaq. Hər hansı audiodan, videodan istifadə etmək də motivasiya üsuludur. Hər hansı maraqlı hadisə və ya faktı danışa da bilərik motivasiyada. Lakin şagirdlərin nə əldə etmək istədiyi ilə maraqlanmaq, bu neçənci addımdır sizcə? Gagne nəzəriyyəsində yenə də ikinci addımdır. Yəni, şagirdlərə təlim nəticələrini elan etmək. Biz şagirdlərə təlim nəticələrini elan edərkən 3 məsələyə diqqət yetirməliyik.
Şagirdlər təlim nəticəsini anladımı? Yəni dərsin məqsədini. İkinci növbədə bu təlim nəticəsinin aktuallığı haqqında onlara məlumat veririk. Üçüncü növbədə şagirdlərin nə əldə etmək istədikləri ilə maraqlanırıq. Yəni D bəndi bizim ikinci addımımıza aiddir. Motivasiyadan sonra təlim nəticələrini, dərsin məqsədini uşaqlara çatdırırıq. 9-cu sualımız maraqlı bir sualdır. Bu biraz uzun ola bilər, amma sertifikasiyada situasiya, uzun tipli situasiyalar düşür. Hamısı olmasa 2-3 dənəsi düşəcək yəqin ki. Burada deyir ki, müəllim təlim nəticəsini əvvəlcədən şagirdlərə elan etməlidir. Təlim nəticəsini əvvəlcədən şagirdlərə elan etməlidir. Verilənlərdən hansı verilmiş fikirlə bağlı doğru mülahizədir? Doğru mülahizə. Aha. Deyir A bəndi. Doğrudur. Dərsin məqsədinin əvvəlcədən deyilməsi şagirdlərin məqsədyönlü öyrənməsinə şərait yaradır. Bu bir bəndimiz. Siz də oxuyun görün düzdürmü? B bəndi. Doğrudur. Dərsin məqsədinin əvvəlcədən elan edilməsi dərsin qalan hissəsinin səmərəliliyinin təşkilinə şərait yaradır. Bu da maraqlı bir cavabdır. A, B. Sonra C də deyir ki, yanlışdır. Məqsədin öncədən deyilməsi şagirdin araşdırmaçılıq qabiliyyətinin qarşısını alır. Araşdırmaçılığın qarşısını alır deyir. D bəndində deyir ki, yanlışdır. Məqsədin öncədən deyilməsi şagirdin təfəkkürünün inkişafını saxlayır. Y bəndi doğrudur. Məqsəd öncədən deyildikdə öyrənmə daha dərin olur. Aha. Sizcə hansı variant uyğundur? Birinci təhlili mən aparım. Nədir burada birinci təhlilimiz? Yanlışdır cümlələrini silirik. Yanlışdır, yanlışdır. Çünki təlim nəticəsini əvvəlcədən şagirdlərə elan etmək bizim bir vəzifəmizdir. Biz bunu onlara deməliyik. Çünki dərsin əsas məqsədlərindən biri də təlim nəticəsinin elan olunmasıdır şagirdlərə əvvəlcədən. Yanlışdır deyirsə o variantları avtomatik sildik. Doğrudur. E doğrudur. B doğrudur. A doğrudur. Hansı variant olacaq? Məqsəd öncədən deyildikdə öyrənmə daha dərin olur. Daha dərin olurmu? Yəni, bu o qədər də uyğun bir cümlə deyil. Ona görə də E bəndini silirik, yəni. Daha dərin olur. A və B variantları qaldı. Sizcə hansı doğrudur? A mı yoxsa B mi seçirsiniz? B-də deyir ki, doğrudur. Dərsin məqsədinin əvvəlcədən deyilməsi, dərsin qalan hissəsinin səmərəli təşkilinə şərait yaradır. İndi gəlin müəllimlər, bu iki variant arasında müzakirə aparaq. Dərsin məqsədinin əvvəlcədən deyilməsi, dərsin qalan hissəsinin səmərəli təşkilinə şərait yaradır fikri yanlışdır. Cavabımız B olmayacaq. Niyə yanlışdır? Çünki bu dərsin məqsədinin elan olunması yox, şagirdlərin diqqətini dərsə cəlb etməkdir ki, yəni motivasiyadır ki, motivasiyanı qurarkən dərsin qalan hissəsi də səmərəli təşkil olunmuş olur. Yəni burada dərsin məqsədi yox, motivasiya olmalıydı. Bəli, biz bilirik ki, dərsin cəlb olunma mərhələsi motivasiyası nə qədər effektiv olarsa, şagirdlərin də digər daha doğrusu dərsin mərhələləri daha səmərəli olar. Ona görə B yox, bizim cavabımız A bəndi olacaq. Deyir, doğrudur. Dərsin məqsədinin əvvəlcədən deyilməsi şagirdlərin məqsədyönlü öyrənməsinə şərait yaradır. Daha dərin olur, yox, məqsədyönlü öyrənməsinə şərait yaradır. Şagird məqsədini bilir və bu məqsədə uyğunda çalışır. Doğru cavabımız A bəndi oldu. Yəqin ki, bu da sizin üçün aydındır. Və sonuncu sualımız, 10-cu sualımız sizin üçün izah edirəm. Burada deyilir ki, müəllim şagirdin öyrənmə tərzini bilmək üçün onu müşahidə etdikdə gördü ki, şagird ehtiyac duyduğu məlumatı görməyə üstünlük verir. Yəni, əyani vəsaitlərdən istifadə edir. Müəllim bu müşahidələrin əsasən şagirdin hansı öyrənmə tərzinə malik olduğunu müəyyən etdi. Deyir ki, müşahidə etdi, görür ki, şagird ehtiyac duyduğu məlumatı görməyə üstünlük verir. Görməyə. Əyani vəsaitlərdən istifadə edir. Görməyə üstünlük verən uşaqlar hansı öyrənmə tərzinə aiddir? A, B, C, D, Y.
D variantı avtomatik çıxa bilərsiniz. Naturalistik öyrənmə tərzi öyrənməmişik. Biz o intellektin növüdür Gardner nəzəriyyəsinə görə. Təbii ki, görərək öyrənmə, vizual öyrənmə oldu. Bəli, cavabımız C bəndi oldu. 10 dənə sualı tamamladıq. Bir dənə də əlavə sual izah edəcəm sizin üçün. Bu da maraqlı bir sual. İstəmədim qalsın burada. 11 dənə olsun. Onsuz da axırıncı sual çox asan idi. Bilirəm ki, o asan bir sual idi. Gəlin buna baxaq. Verilənlərdən hansı müəllimin fasilitator kimi rolunu düzgün icra etdiyinin göstəricisidir? Bununla bağlı mütləq sizə bir sual düşə bilər sertifikasiyada. Çünki müəllim özü də fasilitator, yol göstərən şəxsdir. Bununla bağlı sualın düşməsi bir pillə daha üstündür ki, düşə bilər fasilitasiya ilə bağlı. A bəndi, müəllim materialı şagirdə verib, onun özünün müstəqil şəkildə işləməli olduğunu bildirir. Sizcə bu fasilitator müəllim ola bilərmi? Özünün müstəqil şəkildə işləməli olduğunu bildirən. Yox təbii ki. Çünki yol göstərməli, istiqamət verməli idi. Bunu silirik. B-də deyilir ki, müəllim materialı verib, sonra özü həmən materialı izah edir. Verir, sonra da özü izah edir. Burada da fasilitasiya yoxdur. Çünki verdi, özü izah etdi. Şagirdə yol göstərməli, istiqamət verməli idi. Yenə də etmədi. C-də deyir ki, müəllim şagirdlərə nə etməli olduqlarını deyir. Yəni şagirdin hər addımını planlaşdırır. O biri tərəfdə yazılıb, ona görə buradan qeyd edirəm. Planlaşdırır. Özü əgər hər addımı planlaşdırırsa, burada da fasilitatorluq etmir, şagirdin yerinə işi özü icra etmiş olur. Bunlar heç biri doğru deyil. Yaxşı, sizcə D mi yoxsa Y mi olacaq bizim doğru cavabımız? Buyurun variantınıza qeyd edin. D yoxsa Y variantını siz olsanız seçərdiniz. Y-də deyir ki, müəllim şagirdlərə tapşırıq verdikdən sonra öz işini bitirmiş hesab edir. Yəni, tapşırıq verən kimi müəllimin işi bitdi mi? Yox, təbii ki, yanlışdır. Cavabımız D bəndi. Doğru cavab D. Müəllim materialı şagirdə verib, özü tapşırığın icrası istiqamətində şagirdə yol göstər. Materialı verir, özü isə icra istiqamətdə yol göstərir. Yol göstərmək, istiqamət vermək müəllimin fasilitatorluq bacarığından irəli gəlir. Belə dəyərli müəllimlər, bu da sertifikasiya üçün hazırladığımız 10 dənə sual idi. Birini də sizə hədiyyə etdim, oldu 11 dənə. Siz də öz nəticənizi rəy bölməsində yazın. Bu suallardan neçəsini doğru yazdınız, neçəsini səhv yazdınız. Özünüz videonu saxlayıb yəqin ki, işlədiyiniz sualları. Hər birinizə uğurlar arzu edirəm. Növbəti video izahlarda görüşənədək kanalımıza abunə olun. Videolarımızı bəyənin. Mən sizin üçün yenə də sertifikasiya və mix səviyyəli sual izahları təqdim edəcəm. Sağ olun, salamat qalın.